إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وسلم. أما بعد. Devam edelim Buxari şərhinə. Qalmışdıq ikinci fəsildə dəstəmaz kitabında. Buxari rəhməhullah ki, bəbu la tuqbalu salatun bi ghayri tuhur. Təharətsiz, dəstəmazsız namaz qəbul olunmur fəsli. قال ابن ملقن رحمه الله هذه الترجمة هي لفظ حديث ابن عمر بزيادة ولا صدقة من غلول. ابن ملقن رحمه الله ki bu fəsil İbn Ömər radiyallahu anhumanın hədisinin ləfsidir. Yəni, İbn Ömər radiyallahu anhusinin gəlib ki, Peyğəmbər sallallahu deyir ki, dəstəmazsız namaz qəbul olunmur və hədisin axırında gəlib ki, gululdən də sədaqə qəbul olunmur. Gulul da biz keçən qeydlədik ki, qənimətdən icazəsiz, imamın izni olmadan yəni götürülən şeyə mala deyirlər gulul. Yəni haram maldan Allah sədaqanı qəbul etmir. قال علامة ابن عثيمين رحمه الله كأن البخاري رحمه الله يشير إلى أنه إذا كانت لا تقبل صلاة من أحدث حدثا أصغر فمن أحدث حدثا أكبر من باب أولى. Və Şeyx İbn Ütheymin rahimehullah deyir ki, yəni sanki Buxari rahimehullah işarə eləyib ki, yəni kiçik bir hədəs. Yəni biz inşallah bunu keçəcək bu dərsdə. Hədəs iki növdür. Var kiçik hədəs və böyük hədəs var. Kiçik hədəs, yəni dəstəmazsız hal, kiçik hədəs deyir olan kimsənin namazı qəbul olunmur və deyir sanki işarə edir ki, əgər bunun namazı qəbul olunmursa, onda böyük hədəs edən kimsənin namazı qəbul olunmaması yəni daha da qabaqdır ondan, daha da əvvəldir. Hədəs olunmayan nədir? Hədəs yəni var böyük hədəs, var kiçik hədəs. Yəni, hədəs ümumən dəstəmaz pozulan amilləri deyirlər hədəs. Hədəs deyirlər. Hədəs yəni ərəbcədir bu. Kiçik hədəs yəni dəstəmazı vacib edir. Böyük hədəssə qüslü vacib edir. Yəni böyük hədəs, kimsə böyük hədəs olarsa qüslü vacib olur, qüslü almaq və kiçik hədəsdə ki dəstəmazı vacib edir. İnşallah bu barədə daha geniş danışacaq bu fəsildə də və qabaqdakı fəsillərdə də. قال حدثنا إسحاق بن إبراهيم الحنظلي قال خبرنا عبد الرزاق قال خبرنا معمر عن همام بن منبه أنه سمع أبا هريرة رضي الله عنه يقول قال رسول الله صلى الله عليه وسلم. Və Buxari rəhməhullah deyir ki, bizə İshaq ibn İbrahim el-Hanzali hədis danışdı. O da deyir ki, bizə Abdurrazzaq xəbər verdi. O da deyir ki, bizə Ma'mar xəbər verdi. O da Həmmam ibn Münebbihdən danışır. O da ki, Əbu Hureyra radiyallahu anhına eşitib ki, belə deyir. Allahın Resulü sallallahu aleyhi ve sellem belə demiştir. La tuqbal salatun men ahdəsə hatta yetevadda. La tuqbal salatun men ahdəsə hatta yetevadda. Yəni, hədəs edən kimsənin, dəstəmazı pozulan bir kimsənin namazı qəbul olunmur, ta ki dəstəmaz alana kimi. Qal racun min Hadramavut, məl hədəsi Əbu Hureyra. Və Hadramavutdan bir kişi dedi ki, hədəs nədir ey Əbu Hureyra? Hadramavut da Yəməndə olan bir şəhərin adıdır. Və deyir ki, həmin kişi ey Əbu Hureyra, hədəs nədir? Qalə fusəun əv durat. Əbu Hureyra radiyallahu anh deyir ki, fusə və ya xudda durat. Yəni, bunlar da ki, insandan çıxan qaz, havadır. Yəni, fusə və durat, insandan çıxan havadır. Fusə, prosto, sadəcə olaraq fusə, səssiz çıxan havaya deyilir fusə. Amma duratsa, səslə çıxana deyilir durat. قال أما قوله صلى الله عليه وسلم لا تقبل صلاة قال الحافظ رحمه الله المراد بالقبول هنا ما يرادف الصحة وهو الإجزاء لأنه قد يصح العمل ويتقبل لأجل مانع كما في الحديث من أتى عرافا لم تقبل له صلاة وصحة صلاة العبد الآبق. ولهذا كان ابن عمر رضي الله عنهما يقول لأن تقبل لي صلاة واحدة أحب إلي من جميع الدنيا لأن الله تعالى قال إنما يتقبل الله من المتقين. Və burada Buxari hədisdəki dəstəmazsız namaz qəbul olunmur sözü Hafiz ibn Həcər rəhməhullah barədə deyir ki, murad burada qəbul olunmaqda, yəni səhihliyi ilə yanaşı qəbul olunmaqdır. Yəni namazın doğruluğu ilə, namazın doğru olması ilə, səhih olması ilə yanaşı olan qəbul olunmaqdır. Çünki ola bilsin ki, əməl səhih olsun, doğru olsun və əməl qəbul olunmasın hansısa bir maniyə görə.
Necə ki, hədisi gəlib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim kahinin yanına gələrsə, onun 40 gün namazı qəbul olunmaz. Və həmçində necə ki, ağasından qaçan qulun namazı barəsində də gəlib ki, onun namazı qəbul olunmaz. Və həmçinin ona görə də İbn Ömər radiyallahu anhuma deyərdi ki, mənim bir namazımın qəbul olması mənə dünyada olan şeylərin hamısından daha sevimlidir. Çünki Allah Teala deyir ki, Allah yalnız müttəqilərdən qəbul edir. Allah yalnız müttəqilərdən, təqva əhlindən qəbul edir. Burada murad odur ki, bu Hafiz ibn Həcər deyir ki, buradakı murad namazın səhihliyi. Yəni, həm namaz qəbul olunmur, qəbul olunmaqla, həm də ki, səhihlik. Yəni, səhih də deyil namaz. Namazın şərti aradan qalxır, çünki namazın şərti olmur. Ona görə burada fiil hədəsü şərtiyyətün vudu'u lissalə. Həmçinin burada bu hədis dəlil var ki, namazda dəstəmazın şərt olmasının dəlil var. Yəni, şərt də odur ki, şərt olmasa, həmin şərt qoyulan şey də yoxdur. Əgər şərt doğrultulmasa, qoyulan şərt də, yəni nə üçün qoyulubsa həmin şərt, o əməl də yoxdur. Və burada dəstəmaz yoxdursa, namaz da yoxdur dəstəmazsız. وفيه دليل على بطلان الصلاة بالحدث سواء كان خروجه اختياريا أم اضطراريا لعدم تفرقه صلى الله عليه وسلم بين حدث وحدث في حالة دون حالة. Həmçinin burada namazda hədəs insanın namazın pozulmasıyla namazın batil olmasına dəlil var. Fərqi yoxdur. Yəni onun həmin havanın çıxması insanın öz ixtiyarıyla idi və yaxud da ki insan istəmədən çıxıbsa. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm burada aralarında fərq qoymadı. Velakin yustəsna minhu izə xaraca minhu ar-rihu limaradin ka'infilatir-rih. Və deyir ki, ancaq burada istisna olunur. Yəni əgər insandan hava çıxarsa xəstəliyə görə. Yəni məsələn bir kimsədə xəstəlik var, daima hava çıxır. Yəni bu adam özünü saxlaya bilmir. Yəni bəzən bu şey qoca adamlarda olur, qoca adamlarda və yaxud da ki, yəni xəstə adamlarda ola bilir bu şey. Saxlaya bilmir. Məsələn bu dəstəmaz aldı, tezdən yenə hava çıxır. Dəstəmaz aldı, tezdən hava çıxır. Dəstəmaz aldı, yəni namazı qılır, çatacaq bir rükətə hava çıxdı, tezdən hava çıxdı. Bu yəni insanda bu xəstəlik kimisə əgər, yəni bu halda istisnadır. O zaman dəstəmaz alır bir dəfə, namazını davam edir, baxmır hava çıxmağına. Və deyir ki, lə tuqbəl salatu mən əhdəsə hətə yətəvadda, hədəs edən kimsənin, dəstəmazı pozulan kimsənin namazı qəbul olunmur, ta ki dəstəmaz alana kimi. Vücdə minhu hədəs, burada hədəsdə murad odur ki, əl-xaric minəs-səbileyn, iki yoldan çıxan şey, iki yoldan, övrət yerə, iki yoldan çıxan şey, yəni nəcasət və yaxud da sidik. Və innəmə fəsərəhu Əbu Hüreyrə və xassi min zəlikə və Əbu Hüreyrə radiyallahu anhu bunu daha xüsusi şeylə təfsir etdi. Təbiyyinən bil-əxafi və huvə-r-rihu aləl-əğlaz və huvəl-bəvli vəl-qaitu və nəhvi zəlik. Və burada Əbu Hüreyrə radiyallahu anhu bunu çıxan havayı kimi təfsir etdi və bu ən yüngülüdür. Sanki bunu deməkdə Əbu Hüreyrə demək istəyir ki, o qalanlar da daxil olur bura. Yəni sidik, nəcasət və s. قال ابن بطال رحمه الله والأحداث التي أجمع العلماء على أنها تنقض الوضوء الفساء والضرات والبول والغائط والمذي والوضي. Və deyir ki, İbn Battal rahmehullah alimlərin icma etdiyi dəstəmazı pozan amillər onlardır ki, insanın hava çıxması, sonra sidik, nəcasət, məzi, vədi, sonra ağlın gedməsi, çox yatmaq və s. başqa hədəslər. Və deyir ki, hətta ətəvadda. Və deyir ki, hətta ta ki dəstəmaz alana kimi, yəni dəstəmaz su ilə alana kimi və yaxud da onun yerində olan şeylə, ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm gəlib ki, Əbu Zər radiyallahu anhə gəlib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm demişdi ki, "Əs-saidu tayyib vudu'ul muslim." Yəni təmiz torpaq, gözəl torpaq, torpağın üzərində olan şeylər, bunlar deyil müsəlmanın dəstəmazıdır. Yəni burada təyəmmumu dəstəmaz adlandırdı, çünki təyəmmüm dəstəmazın yerində durur.
ولا يخفى أن المراد بقبول صلاة من كان محدثا فتوضأ مع سائر الشروط الصلاة. Həmçinin burada insana gərək, yəni gizlin qalmır ki, murad odur ki, namazın qəbul olmasında kimsə əgər dəstəmazı olmasa, dəstəmaz alarsa namazın qəbul olmasında murad odur ki, yəni başqa şərtlər də həmçinin burada olmalıdır. O demək deyil ki, sadəcə olaraq dəstəmaz aldın, qalan şərtlər olmasa namaz qəbul olunur. Həmçinin şərtlərin hamısı yerdə etməlidir. Və deyir ki, Fusəun Əbu Durat. Əbu Hureyra dedi ki, soruşuldu ki, Əbu Hureyradan, Hadramavutdan bir kişi soruşdu ki, Əbu Hureyradan hədəs nədir Əbu Hureyra? Və deyir ki, Fusə və yaxud da Durat. Fusə deyir ki, səssiz çıxan havaya deyilir, səssiz çıxan qaza deyilir Fusə və Durat isə səs ilə çıxana deyilir Durat. Həmçinin buradakı Peyğəmbər sallallahu əleyhi və səlləm başqa bir hədisindən fayda kimi götürülüb ki, namazında yəni şək edən kimsə barəsində, o kimsə ki şək edir namazında ondan nəsə çıxıb çıxmayıb, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, namazdan çıxmasın, hətta təsmə'a sautan əv təcdə rihan. Namazdan çıxma ta ki səs eşidilən kimi və yaxud da iyi hiss edilən kimi. قال ابن الملقن رحمه الله جاب السائل عما يجهله منها عما يحتاج إلى أو عما يحتاج إلى معرفته في غالب الأمر أو عما يقع في صلاته فإن غيره كالبول مثلا غayr ma'rufin fiha. Və İbn Mulaqqi rəhməhullah deyir ki, burada Əbu Hureyra radiyallahu anhu sual verənə cahil qaldığı şey barəsində cavab verdi. Və yaxud da onun çox vaxt bilməsi ehtiyacı olan şey barəsində və yaxud da namazda çox vaxt baş verəcək bir şey barəsində. Çünki deyir, yəni bu şeydən insanın hava çıxmadan qeyri şeylərdir. CD, məsəl üçün CD və yaxud da başqa şeylər deyir. Çox bilinmir ki, insanlar çıxsın. Yəni heç kim çox vaxt, yəni heç kimdən, yəni çox vaxt insanlar namazın içərisində yəni ayaqlı eləmirlər də, namazın içərisində sidiyi çıxarmır və yaxud nicasət çıxarmırlar. Çox vaxt ən çox çıxan şey hava çıxmağıdır. في بيان أن الفساء والضرورات من نواقض الوضوء ويلحق بهما كل ما خرج من السبيلين من باب أولى. Həmçinin burada dəlil var ki, insanın hava çıxması dəstəmazı pozan amillərdəndir və həmçinin buna aid olur, buna aid olur iki yoldan çıxan şeylər. Yəni iki yoldan çıxan şeylər. يعني السدي ويأخذ نجاسة وسائرة. قال الخطاب رحمه الله لم يرد بذكر هذين النوعين تخصيصهما وقصر الحكم عليهما بل دخل في معناه كل ما يخرج من السبيلين. والخطاب رحمه الله deyir ki, burada Əbu Hureyra bu iki növü xüsusilə qeyd eləməkdə, onları xüsusiləşdirməyi və yaxud da ancaq hökmü onlara aid etməyi murad deyil. Və də əksinə burada murad odur ki, yəni onun mənasına daxil olan bütün şeylər. Yəni bütün iki yoldan çıxan şeylər. Həmçinin burada dəlil var ki, hədis əhli hədisin mənalarını bilirlər. Öz rəvayət etdiyi hədislərin mənalarını bilirlər. Və həmçinin burada dəlil var ki, Əbu Hureyra radiyallahu anhu fəqihdir. Yəni hədisi rəvayət edir və hədisin mənasını da bilir. Bu da ki, bəzilərin rəddiyyədir ki, kimsə deyir ki, Əbu Hureyra mühəddisdir, fəqih deyil. وفيه دليل على أنه لا بأس أن يصرح الإنسان بما يستحي من التصريح به من أجل الفائدة وبيان وعدم اللبس. Həmçinin burada dəlil var ki, insana eyib yoxdur ki, bəzi açıqlanması həya olunan, utanılan mövzular barəsində açıqlasın faydaya görə və o şeyi bəyan etmək üçün və insanların qarışmasın deyə, çaşmasınlar deyə, açıqlasın deyə. وفي أنه يستدل به على أن الوضوء لا يجب لكل صلاة. Həmçinin burada dəlil kimi götürülüb ki, dəstəmaz hər namaz üçün vacib deyil. Necə götürülür bu dəlil? Çünki deyir ki, dəstəmazı pozulan kimsənin namazı qəbul olunmur ta ki dəstəmaz alana kimi. Yəni sanki başa düşülür ki, kimsənin dəstəmazı varsa, dəstəmazı pozulmayıbsa, onda namazı qəbul olunur. Bu dəlildir ki, hər namaza görə dəstəmaz almaq vacib deyil, əgər kimsənin dəstəmazı varsa. Sənin dəstəmazı var, yeni namaz girdi və sən namazı qıldın, əsr namazını, dəstəmazı var idi. Və sonra məğrib girdi, dəstəmazı pozulmayıb, dəstəmazı qalıb. Onda namazı davam edirsən, namazı qıla bilərsən. Və amma həmçinin gəlib ki, daha müstəhəbdir ki, daha yaxşı olan odur ki, insan hər namaza görə dəstəmaz alsın. Deyir ki, Buri radiyallahu anh gəlmişdi ki, bundan qabaq ki, dəstə qeydləmişdik. Afihi bəyan ənə salavatı kulluha
farduha və nəfliha və muftəqiratun ilə tahara. Həmçinin burada dəlil var ki, namazların hamısı fərzi də, nafiləsi də təharətə, dəstəmaza ehtiyacı var. Və fi radu alə hənəfiyyə. Həmçinin burada hənəfilər rəddiyə var. Hansılar ki, onlar deyirlər ki, kimsə əgər axırıncı təşəhhüddədirsə, təşəhhüdü oxuyub qutarıb və ondan hava çıxarsa, artıq namazı səhihdir, namazı doğru olur. Bu onlar rəddiyədir. Niyə görə? Çünki yəni, əsl oldu ki, salam nədir? Namazdan çıxmaq üçün salam namazın rükunlarından bir rükudur. Amma hənəflərdə belədir ki, hənəflərdə namazdan çıxmaq üçün salam rükun deyil. Yəni, sən namazdan nə etsən çıxa bilərsən. Yəni, sən gülərək çıxa bilərsən, durub danışaraq çıxa bilərsən və yaxud da, hətta bəziləri deyirlər ki, qaz çıxararaq, hava çıxararaq çıxa bilərsən və s. Bu da onlara rəddiyədir ki, dəstəmazı pozulan kimsənin namazı qəbul olunmur, ta ki dəstəmaz alana kimi. Və salam da ki, namazın rükunlarındandır. Və öncəki hədisdə yayıb ki, namazın təhlilu təslim, namazın halallaşdıran şey salam verməkdir. Həmçinin burada hənəfilərə başqa bir tərəfdən rəddiyə var. Hənəfilər deyirlər ki, bəziləri deyir ki, dəstəmazı pozulsa, namazın içərisində hava çıxsa, insan gedir, dəstəmaz alır, sonra gəlir, yəni imamla davam edir. Yəni, o arada gedən rükətləri tamamlamır. Bu da ona rəddiyədir ki, çünki dəstəmazı pozulub. Ya belə deyilir ki, ona cavab verilir ki ona, ya o dəstəmazdaydı, namazdaydı, ya da ki, namazı deyildi. Əgər namazdaydısa, yəni həmin o çıxıb gedib dəstəmaz alan vaxtı, namazdaydısa, onun dəstəmazı yox idi. Dəstəmazsız namazı da qəbul olunmur. Bu yoldan, yəni cavab, yəni bu yoldan onun istidlalı batil olur, onun gətirdiyi dəlil. Və yaxud da ki, namazı deyil. Namazı deyilsə də onsuz namazı deyil. O, həmin yer getdi. Necə namazı qılmalıdır həmin yerini, itən yeri. Bu da ona rəddiyədir. Burada sonra bir məsələ var. Məsələn, muhlisə mütəammidən bilə özür. Kimsə ki, üzürsüz yerə, qəscən dəstəmazı pozulmuş halda namaz qılır. Şeyx Hüseyin Teymiyyə rəhməhullah deyir ki: "Mən sallə bi ghayri tuharatin şər'iyyətin mustahillan zalika fehuve kafir və law lam yastahilla zalika faqad ikhtalafa fi kufrihi faqad ikhtalafa fi kufrihi və huve mustahiqqun lil'uqubati al-ghaliza." Və deyir ki, kim dəstəmazsız, yəni şəri dəstəmaz olmadan və bunu halal görərək, amma bu cür namaz qılmağı halal görərək namaz qılarsa, o deyir kafirdir. Və kim bunu halal görməsə, yəni dəstəmazsız namaz qılmağı halal görməsə və belə namaz qılarsa, qəsdcən bilərəkdən, onun küfründə ixtilaf edilib. Və umumən o, yəni cəzaya, şiddətli cəzaya haqq edir. Yəni o şiddətli cəza alınacaq buna görə. Çünki yəni, bu nəyə girir? Dinə istihza etməyə. Sanki dinlə istihza edir. Həmçinin bu barədə hədisdə yayıb ki, İbn Məsud radiyallahu anh üstündə qala Rasulullah sallallahu aleyhi ve sellem, Allahın Resulü sallallahu aleyhi ve sellem deyir ki, umira bi abdin min ibadillahi en yudraba fi qabrihi mi'ate cəllə. Fələm yəzəl yusələ və yəd'u həttə sarat cəllətən vahidə fəcülizə cəllətən vahidətən fəmtələ qabruhu aleyhi naran fələmmə irtəfə anhu qalə alə mən cələttumuni. Və deyir ki, İbn Məsud radiyallahu anhu, Peyğəmbər sallallahu aleyhi ve sellem belə demişdir, yəni Allahın qullarından bir qula əmr oldu ki, onu qəbrində 100 dəfə şallaqlasınlar. Və deyir, o bu barədə Allahdan istəyir, Allaha dua edirdi, hətta ta ki, o bir şallaq oldu. Və deyir ki, bir şallaqlandı və qəbri odla doldu. Qəbri ateşlə doldu. Nə vaxt ki, yəni ondan bu şey qaldırıldı, dedi ki, mən nəyə görə şallaqladınız? قالوا إنك صليت صلاة بغير طهور ومررت على مظلوم فلم تنصره. Və deyildi ki, sən dəstəmazsız namaz qıldın və bir məzlumun yanından keçdin və ona kömək etmədin.
Yəni ona buxaraq burada qeyd etmək istəyirik ki, bu fəsildə dəstəmaz namazın qəbul olması üçün şərtlərdəndir. Dəstəmazsız namaz yoxdur. Buna kifayətlənirik. Subhanallah, bihamdihi, subhanakallah, bihamdik və əşhədu en la ilahe illa ente, estağfiruke və etûbü ileyk.